Salam əziz və dəyərli şagirdlər. Koordinatlar metodunun izahına baxaq. Birinci sual. A və B nöqtələri arasındakı məsafəni tapın. İki nöqtə arasındakı məsafə düsturuna görə birinci sual. Yazırıq. AB bərabər kökün altında. Deməli, düsturumuz belə idi. X2 çıx X1-in kvadratı üstə gəl Y2 çıx Y1-in kvadratı bərabərdir. Yerinə qoyaq. Deməli, burada üstünə qeyd edirik ki, bu bizim birinci koordinatımız. Biz bunu nazikləşdirək. Bu da bizim Y1'imiz, bu bizim X2'miz, bu da Y2'miz ki, yerinə qoyanda qarışdırmayaq. X2'dən, yəni 1-dən çıxırıq -4-ü. Kvadrat üstə gəlsin. Y2'dən, yəni -3-dən çıxırıq 9-u. Kvadrat bərabərdir. Burada 1-dən -4 çıxanda mənfiyə dəyib müsbətləşir. 1 üstə gəl 4 olur 5. 5-in də kvadratını tapacaq. Üstə gəlinsin. -3 ilə -9 verir bizə -12. -12'nin kvadratı. 5'in kvadratı 25. -12'nin də kvadratı müsbət 144. Deməli, mənfini kvadrata yüksəldiyində bilin ki, həmişə müsbət olur. Bu da bərabərdir 169. Kök altına 169'dan da 13 çıxır. Cavab olur Y variantı. İkinci sual. Ucları A və B nöqtələri olan parçanın orta nöqtəsinin koordinatını tapın. Ucları A və B olan parçanın orta nöqtə, məsələn, C-nin koordinatlarını tapmalıyıq. Orta nöqtənin koordinatlarını tapanda bu -3,2'dir, bu isə 7'dir. Parçanın uzun nöqtələrinin koordinatlarını toplayıb 2'yə bölürük. Yəni -3,2 ilə 7'ni toplayıb 2'yə bölməliyik. O da eləyir -3,8 bölünsün 2, o da 1,9. Cavab olur C variantı. Üçüncü sual. Bu tənlik ilə verilmiş düz xəttin qrafiki üzərində götürülmüş nöqtənin apsisi 28 olarsa, bu nöqtənin ordinatını tapın. Deməli, biz bilməliyik ki, apsis x-dir, ordinat y-dir. İndi bizə apsisi 28 verib, yəni x-i 28'dir. Ordinatını soruşur, y2 sual qoyuruq. Gətirib yerinə qoyaq, 3 vur 28 çıx 10y bərabərdir 74. 3'ü 28'ə vursaq, eləyər 84 çıx 10y bərabərdir 74. 10y mənfidir, bunu ataq sağa, 74'ü ataq sola. Onda olacaq müsbət 10y bərabərdir 84'dən çıxacağım 74. O da bizə verəcək 10. Y də bərabərdir, onu 10'a bölərəm, cavab olar 1. Demək ki, bizdə Y2'miz 1'dir. Dördüncü sualda isə bu tənlik ilə verilmiş düz xəttin qrafik üzərində götürülmüş nöqtənin ordinatı. Yəni artıq bizə Y2 verib və bu nöqtənin apsisini soruşur. Yəni bu səfər bizdən x-i soruşur. Ordinatı 10 verib, apsisi soruşur. Gətirib yerinə qoyaq. -5x üstə gəl 9 vur. Y2'nin yerinə 10 qoyuruq. Bərabərdir 50. Demək, burada oldu -5x üstə gəl 90 bərabərdir 50. -5x-i sağa ataq, müsbət olsun. 50'ni də sola ataq. 5x müsbətləşdi. 90'dan da çıxırıq 50'ni. Bu da bizə verir 40. X tapmaq üçün 40'ı bölürük 5'ə bərabər 8. Cavabımız oldu D variantı. 5-ci sual. A-nın hansı qiymətində -1, -8 cütü bu tənliyin həllidir? Əgər bizə iki nöqtənin iki koordinatını da veribsə, biz onları aparıb x-in yerinə qoyub A-nı tapa bilərik. Yəni, bizə -1 ilə -8 verilib. Bu x-in, -8 isə y-in qiymətidir. Yerinə qoyaq, görək A neçədir. A vurulsun, x-in yerinə -1 çıx, y-in yerinə -8 qoyuruq. Bərabərdir 4.
A-nı -1-ə vuranda -A. Mənfini -8-dən toqquşduranda bizə verir -8 bərabərdir 4. Yenə -A-nı sağa keçirdək müsbət A olsun. 4'ü sola keçirdək. Onda 8 çıx 4 olur. Cavab olur 4. 6-cı sual. Uc nöqtələri bu parçanın orta nöqtəsinin koordinatlarını olan parçanın orta nöqtəsinin koordinatlarını tapın. Demək, orta nöqtənin koordinatlarını tapmaq üçün x ortanı tapmaq üçün uc nöqtələrdəki x-ları toplayıb 2'yə bölürük. Həmçində y ortanı tapmaq üçün, yəni orta nöqtənin ordinatını tapmaq üçün də uc nöqtələrin ordinatlarını toplayıb 2'yə bölürük. Onda bizə uc nöqtələrdə baxaq, üstünə yazırıq ki, x1, y1, burada yazırıq x2, y2. Həmişə bunları yazın ki, qarışdırmayasınız. Birinci x ortanı tapaq. Yəni orta nöqtənin absisini tapmaq üçün -3 ilə 11'i toplayıb 2'yə bölürük. 1, 8, 8 ilə 2'yə bölsək 4. Sonra y ortanı tapaq. Demək, 4 ilə 8'i toplayıb 2'yə bölürük. 12'ni 2'ye bölsək 6. Və bu koordinatların cəmini soruşur bizdən. Koordinatları da toplayırıq. 4 üstəgə 6. Cavabımız olur 10. 7-ci sual. Bu tənli ilə verilmiş çevrənin o y oxu ilə kəsişmə nöqtələrinin koordinatlarını tapın. Deməli, uşaqlar, burada əsas sözlərin hara sizi aparacağını fikir verməlisiniz. O y oxunu kəsibsə, o y oxunu kəsibsə, demək, burada x-a biz 0 deməliyik. Səkkizinci sualda fikir verin. Absis oxunu kəsib. Absis oxu da x oxudur. X oxunu kəsəndə isə biz y-ə 0 demişik. Yəni, bu funksiya mövzusunda keçirilir. Burada da həmçinin əgər y oxunu kəsiriksə, x-a 0 veririk. X oxunu kəsiriksə, y-ə 0 verməliyik. İndi 7-ci sualda o y oxunu kəsdiyinə görə x-a 0 verməliyik. Gətirib burada x-in yerinə 0 qoysaq, olacaq 0 üstəgəl y çıx 5'in kvadratı bərabərdir 144. 0 heç bir şey dəyişmədiyinə görə y çıx 5'in kvadratı bərabərdir 144. Burada mötərizəni açmaq olar, açmamaq da olar. Açmasanız belə işləyəcəksiniz. Yəni məsləhəti belə işləyək. Y çıx 5 özümüzə sual verir. 144 nəyin kvadratıdır? 12'nin. Yəni y çıx 5'ə bir dəfə 12 deyirik. Bir dəfə də y çıx 5'ə -12 deyirik. Çünki demişdik kvadratdan 2 dənə kök çıxır, müsbət və mənfi. Birinci tənli işləsək, 12 -5 sağa çıxaq, üstəgə 5 edər 17. İkinci tənlimizi işləsək, -12 bir dəqiqə -12 üstəgə 5 bu da eləyər -7. Deməli, bizim köklərimiz 17 ilə -7'dir. Bunların da cəmini soruşur. -7 ilə 17'ni toplasaq, cavab olar 10. Bu bir üsulu. İndi ikinci üsulunu da istəsəz aça da bilərsiniz. Tutaq ki, hansısa uşaq açdı bunu. Y kvadratı çıx 2 vur 5 vur y üstəgəl 5'in kvadratı 25 bərabərdir 144. Bunda 144'ü sola atacaqsınız. Y kvadratı çıx 10y çıx 25 əslində belə olur. Üstəgəl 25 çıx 144. Hələlik bir yazaq. Onda y kvadratı çıx 10y çıx 144'dən 25 çıxacam 119 edir. Və köklərin həmin koordinatların cəmini deyəndə Viet teoreminə görə köklərin cəmi deyəndə -10'dursa burada y-in qabağı. Biz onun əksini götürürük, müsbət 10 deyirik. Belə tapmaq olar, elə də tapmaq olar. Sadəcə burada açan vaxtı müxtəsər olmaq üstündə diqqətli olmaq lazımdır. 7-ci sual. Bu səfər o y oxuyun, 7 yox, daha doğrusu 8-ci sual. Bir dəqiqə mən burada desəm sualı səhv oxudum. O x oxu ilə kəşfi nöqtələrinin koordinatlarını tapın. Yəni, cəmin isə ikinci üsulla da işləmək olar, amma koordinatlar soruşursa, biz birinci üsulla işləməyimiz məsləhətdir.
Necə elədik? Demək biz x-a əvvəldən 0 vermişik. 2 ilə mötərizə açırıq. Hər ikisinə 0 veririk. Y-ə isə 1-ni 17 tapdıq. Uşaqlar, birində -7 tapdıq. Deməli, bu cavab olacaq. 0, 17, 0, -7. Cavab olur Y variantı. İndi 8-ci sualı oxuyuruq. Eyni tipli sualdır. Sadəcə bu səfər apis oxu ilə kəsişibsə, Y-ə 0 veririk. Onda olur x kvadrat üstə gəl. Baxın, burada misalda Y-ə 0 veririk. Qalır 0 üstə gəl 4. 0 üstə gəl 4-ün kvadratı bərabərdir 25. X-in kvadratı üstə gəl 4-ün kvadratı 16 bərabərdir 25. X kvadrat da bərabərdir 25-dən 16 çıxırıq. Bu da eləyir 9. Kvadratı 9 10 ədəd, müsbət 3, bir də -3-dür. Gətirib 2 mötərizə yazırıq, çünki bizdən yenə koordinatları soruşur. Y-ə əvvəldən 0 vermişik, hər ikisinə 0 yazırıq. X-in də 1-nə 3, 1-nə isə -3 yazırıq. Demək 3 0, -3 0, Y variantı. 9-cu sual. Bu nöqtələr arasındakı məsafəni tapın. Yenə məsafə düsturuna görə əvvəla bunların üstünə x1, y1, x2, y2 yazaq. Yazırıq kökün altında deməli 1 çıx 4-ün kvadratı üstə gəl 3 çıx -1-in kvadratı. 1-dən 4 çıxanda -3-ün kvadratı üstə gəl. Mənfi mənfiyə dəyir, müsbətləşir. 3 ilə 1 toplayırıq, 4-ün kvadratı olur. Bu da -3-ün kvadratı müsbət 9, 4-ün kvadratı 16 bizə verir 25. O da bərabərdir 5. 10-cu. Çevrənin uzunluğunu tapın. Deməli, çevrənin tənliyində əvvəl yazaq ki, çevrənin yada salaq. Çevrənin tənliyi hansı formadadır? X minus A-nın kvadratı üstə gəl Y minus B-nin kvadratı bərabərdir R kvadratına. Çevrənin uzunluğu düsturda 2 pi R'dir. Demək, bizə radius lazımdır. Radiusda baxırıq ki, bu tənlikdə sağda kvadrat şəklində durub. Bizdə isə tənlikdə sağ tərəfdə 36 durub. Demək ki, bizim R kvadratımız bərabərdir 36-ya. Onda R də bərabərdir 6-ya. Çevrənin uzunluğunu soruşduğuna görə 2 pi vurulsun, R-in də yerinə 6 qoyuruq. O da eləyir 12 pi. Cavabımız olur D variantı. 11-ci sual. Yenə eyni tipli misaldır. Demək ki, R kvadratının yerində 49 dayanıb. R də bərabərdir 7. Çevrənin uzunluğunu soruşur. C bərabərdir 2 pi R. Yəni 2 pi vurulsun 7. O da eləyir 14 pi. 12-ci sual. Nöqtəsindən koordinat başlanğıcına qədər olan məsafəni soruşur. Təsəvvür edək ki, bu nöqtə hardadır? Bundan sonra başa düşək. -15, yəni x-i, birinci koordinat x-i göstərir, ikinci y-i. X-i mənfi yerdən götürürük, -15. Y-i də mənfi yerdən götürürük, tutaq ki, -8. Bu ikisinin görüşdüyü yer düşür hardasa bura. Bu bizim B nöqtəmizdir. Bu nöqtədən koordinat başlanğıcına qədər məsafə. Bax, bura qədər məsafəni istəyir. Deməli, koordinat başlanğıcına qədər məsafəni soruşduğuna görə koordinat başlanğıcının da koordinatları 0, 0-dır. B-nin də koordinatları -15 ilə -8. Məsafə deyəndə iki nöqtə arasındakı məsafə düsturundan da istifadə edə bilərik. Birinci o cür eləyək. Yazırıq kökün altında. Deməli, yazırıq -15 çıx 0-ın kvadratı üstə gəl -8 çıx 0-ın kvadratı. Yəni, iki koordinatımız var əlimizdə. Tutaq ki, bu olsun x1, y1. Məsələn,
olsun x2, y2. Bunların kvadratların fərqini tapanda -15 qalır. -15'in kvadratı 225. -8'in kvadratı 64. Bunlar da toplayanda edir 289. Bu da 17'nin kvadratıdır. Y variantı. Yəni düstur yaddan çıxsa uzağa başı. Burada uşaqlar belə bir şey denəmiyorlar. Bu şəkil çəkə biliriksə əgər, burada fikir verin düz bucağı, üç bucağı var. Bizdən də bu məsafəni soruşur. Bildik ki, hündürlüyümüz 8, bu uzunluq 15. Pifagor teoremindən də x tapmaq olur. Yəni orada da yenə x bərabərdir. Kökün altında katetlərin kvadratları, yəni 8'in kvadratı ilə 15'in kvadratını toplayırıq. Edir elə yenə 289, o da edir 17. Yəni ümumiyyətlə bundan sonra belə misal düşsə ki, bu nöqtədən koordinat başlanğıcına qədər məsafə, bilin ki, elə həmin ədədlərin kvadratlarını toplamalısınız. Çünki koordinat başlanğıcının koordinatları 0, 0'dır, onsuz da heç bir şey dəyişilmir. Ona görə bu sualdan görsəz elə həmin ədədlərin kvadratlarını toplayın. Baxın 13 də eynidir. Bu nöqtədən koordinat başlanğıcına qədər məsafə. Koordinat başlanğıcı gördümsə elə bu ədədlərin kvadratlarını toplayacağım. Yəni 13-cü sualımız da belə olacaq. 13. Kökün altında -15'in kvadratı üstə gəl 8'in kvadratı. 225 üstə gəlsin 64 da bərabərdir 289. Cavabımız 17. 14-cü sual. 2 nöqtə A və B nöqtələri arasındakı məsafə. Demək olar ki, ən çox bu sual tipindən düşür. Yenə də 7-dən çıxırıq 1'i kvadrata yüksəldirik. 2-dən də çıxırıq 4'ü. İndi mən sizə burada bir şey dediyim uşaqlar. Bu misalda əslində qayda olaraq x2 çıxı x1'in kvadratı üstə gəl y2 çıxı y1'in kvadratı yazılır. Amma belə deyək də, onsuz da mötərizənin üstündə kvadrat vardı ya, içində belə birinci x1 ya x2 gəlməyinin fərq eləmir. Yəni onsuz da başında kvadrat var mötərizənin, o onsuz onu müsbətə çevirəcək. Mən məsləhət görürəm ki, siz həmişə baxın böyükdən kiçik çıxın ki, o mənfidə ilişməyəsiniz. Məsələn, indi mən burada 2-dən 4 çıxmayacağam. İndi mən burada istəsəm 4-dən də 2 çıxa bilirəm ki, rahat olsun mənə. 7-dən 1 çıxanda 6, 6'nın kvadratı 36. Üstə gəl 4'dən 2 çıxanda 2, kvadratı verir 4. Yəni mənfi alınmamasına görə deyirəm. O deyir kök altında 40. 40'ı da necə parçalayıq? 4 vurulsun 10 kimi. 4'dən 2 çıxır, qalır kök altında 10. C variantı. 15-ci sual. M1, M2 parçasının orta nöqtəsinin koordinatlarını tapın. Orta nöqtədə yenə yazırıq x orta bərabər. Birinci x-ləri toplayıb 2'yə bölürük. X-imiz 6 ilə -4. 6 üstə gəl -4 böl 2. Bu da 6 müsbəti mənfiyə toqquşduranda mənfi verir. 6 çıx 4 olur böl 2. 6'dan 4 çıxanda 2, 2 böl 2 1. Y ortanı tapanda deməli y-ləri bu səfər 5 ilə 7'ni toplayıb 2'yə bölürük. Eləyir 12. 12'ni də 2'yə bölsək 6. Nöqtənin koordinatlarını istəyir. 1 ilə 6 cavab C variantı. 16-cı sual. C nöqtəsi AB parçasının orta nöqtəsidir. Yəni parçanı çəkirik. A, B. C nöqtəsi də bunun orta nöqtəsidir. A-nı bizə verib 3, 7, C-ni verib -2, 5, B-nin koordinatlarını soruşur. B-yə də yazaq x, y. Çünki hələ bilmirik. Və orta nöqtədən söhbət getdiyinə görə biz qaydaya görə belə dedik ki, kənardakıları, yəni parçanın uc nöqtələrini 3 ilə x-i toplayıb 2'yə böləndə biz ortadakı x ala bilirik. Həmçinin y-lərdə də 7 ilə y-i toplayıb 2'yə böləndə biz ortadakı y alırıq. Sadəcə bu tərsinədir. Yəni hazır orta nöqtəni verib biz ora qayıtmalıyıq. Baxaq. Deməli burada
İşləsə necə alarıq? 3 üstə gəlinsin x. 2-ni mənfi 2-yə çarpaz vursaq mənfi 4. X də bərabərdir. Mənfi 4. 3-ü də sağa atsaq mənfiləşər. X də bərabərdir. Mənfi 7. Eyni ilə burada 7 üstə gəl y bərabərdir. 2-ni 5-ə vursaq çarpaz 10. Y də bərabərdir. 10-dan 7 çıxarıq 3. Y də bərabərdir 3. B nöqtəsinin koordinatları oldu. Mənfi 7, 3. A variantı. 17-ci sual. Yine bizə deyir ki, C nöqtəsi A ilə B-nin orta nöqtəsidir. Burada B-ni bizə 2, mənfi 8 verib. C-ni mənfi 1, 3 verib. Və A-nın koordinatlarını istəyir. X, Y. Yine eyni qayda ilə birinci koordinatları, yəni X ilə 2-ni toplayıb 2-yə böləndə biz mənfi 1 almalıyıq. Eyni ilə Y ilə mənfi 8-i toplayıb 2-yə böləndə 3 almalıyıq. X də gəl 2 bərabərdir. Çarpaz vursaq 2-ni mənfi 1-ə vursaq mənfi 2. X də bərabərdir. Mənfi 2. Müsbət 2-nə sağa atsaq olar çıx 2. X olar mənfi 4. Gəldi bura. Y müsbəti mənfiyə vuranda mənfi 8. 3-ü də 2-yə çarpaz vursaq 6. Y də bərabərdir 6. Mənfi 8 sağa keçsə plus 8 olar. Var 14. Demək bizim koordinatlarımız mənfi 4 ilə 14. Mənfi 4 ilə 14 A variantı. 18-ci sual. Koordinat başlanğıcına nəzərən bu nöqtə ilə simmetrik olan A' nöqtəsini tapın. Deməli, koordinat başlanğıcına görə simmetrik olanda uşaqlar hər ikisinin işarəsini dəyişirik. Yəni A-nı bizə 3, 7 veribsə, koordinat başlanğıcına görə yeni koordinatlarımız mənfi 3, mənfi 7 olar. 19-da isə bizə deyir ki, OY oxuna nəzərən. OY oxuna nəzərən deyəndə isə biz hansı oxa nəzərən deyirsə digərini, yəni X-in işarəsini dəyişirik. Və koordinat başlanğıcına görə hər iki işarəni dəyişdik. Hər iki işarəni. Y-ə görə deyəndə X-in işarəsini dəyişirik. İndi bizdə burada X-in işarəsini dəyişsək, X-imiz mənfi 5-dir, olacaq müsbət 5. Müsbət 5 ilə 8. Cavab oldu D variantı. 20-ci sualda M nöqtəsi AB parçasının orta nöqtəsidir. A-nı verib B-ni soruşur. Bu da yenə bayaqki misallardandır. Deməli, A, B, C-ni bu şəkildə qoyun ki, yerlərini qarışdırmayasınız. Daha doğrusu C deyil, burada M verib. Qoy M olsun, fərqi yoxdur. M nöqtəsi orta nöqtədir. Ortada yazırıq. A-nı 2, 3 yazdıq. B-nin koordinatlarını istəyirik. İstəyənə də X, Y yazırsınız ki, rahat tənliyinizi qura biləsiniz. Yenə başlayırıq birincilərlə. Deməli, 2 ilə X-i toplayıb 2-yə böləndə 1 almalıyam. 3 ilə Y-i toplayıb 2-yə böləndə mənfi 2 almalıyam. 2 üstə gəl X bərabər 2-ni 1-ə vurdum 2. 3 üstə gəl Y bərabər 2-ni mənfi 2-yə vurdum mənfi 4. X də bərabərdir. 2-dən çıxıram 2-ni eləyir 0. Y də bərabər mənfi 4. 3 atıram sağa çıx 3. Y bərabərdir mənfi 7. X də bərabər 0. Deməli 0 ilə mənfi 7. B nöqtəsinin koordinatlarını tapın. 0, mənfi 7. 21-ci sual. A, C bu olarsa ABCD paralleqramının diaqonallarının kəsişmə nöqtəsinin koordinatlarının cəmini tapmalıyıq. Bir dənə paralleqram çəkirik göstərmək üçün. Uşaqlar, paralleqramın diaqonalları burada tutaq ki, kəsişir. Kəsişmə nöqtəsinin
Gördük ki orta nöqtəyə düşür. Demək ki, burada söhbət orta nöqtədən gedir. Ad qoyaq A, B, C, D. Demək A-nın koordinatları 5, 2, C-nin koordinatları 3, 6-dır. Deyir kəsişmə nöqtəsini. Kəsişmə də ortaya düşdüyünə görə biz də buna bir x, y deyək və tapaq. Orta nöqtənin x-ini tapmaq üçün AC diaqonalın uc nöqtələrinin x-larını toplayıb 2-yə bölürük. 5 ilə 3-ün topladıq, 2-yə böldük. 8 böl 2 bərabərdir 4. Həmçinin y tapaq. Y-də də 2 ilə 6-nı toplayıb 2-yə bölürük. 8 böl 2 bərabərdir 4. Həmin koordinatların cəmini tapın. Buradan da 4 almışıq, buradan da 4 almışıq. Hər ikisindən 4 aldığımıza görə 4 üstə gəl 4 bərabərdir 8. Cavabımız D variantı olacaq. 22-ci sual. A1 nöqtəsi OX oxuna nəzərən bu nöqtəyə simmetrik olarsa A1 parçasının uzunluğunu tapın. Deməli, OX oxuna nəzərən simmetrikdirsə biz Y-in işarəsini dəyişməliyik. Yəni, müsbət olacaq mənfi. Yəni, A-nın koordinatları 8, 2,5-dirsə, A1-in koordinatları 8, mənfi 2,5 olacaq. Və bizdən A1 parçasının uzunluğunu soruşur. A1-in uzunluğunu tapmaq üçün uzunluq elə məsafə deməkdir. Kök altında x2 çıx x1-in dediyimiz qaydaya görə 8 çıx 8-in kvadratı. Bir dəfə də y-ləri çıxırıq. 2,5-dən çıxırıq. Mənfi 2,5-i. Bunda yüksəldir kvadratı. Bu da kök xoşuma gəlmədi. Bu da eləyəcək biz. 8-dən 8 çıxdıq 0. Mənfi toxuş olur müsbət. Kökün altında 5-in kvadratı. Kvadrat da kök aparır. Cavabımız olur 5. Bu bir yoludur. Bu tutaq ki, imtahanda məsafə düstur yaddan çıxdı. Nə edə bilərsiniz uşaqlar? Şəkillə də göstərə bilərsiniz. Baxın, ümumiyyətlə, koordinatda olan yerdə şəkillərlə də işləmək daha yaxşıdır. Birinci koordinatımız 8, 2,5-dir. Yəni 8, y isə 2,5. Gəlib təxminən düşür bu hissəyə. Bura olsun A. Bir də 8 mənfi 2,5. Bu da düşür təxminən bura. Deyək ki, bu da A1 olsun. Və bizdən A1 məsafəsini soruşur. Bu məsafə elə bu məsafə ilə eynidir. Yəni 2,5-dən mənfi 2,5-ə qədər məsafə. Demək, burada 2,5-dir. Baxın, bu hissə. Uzunluq baxsaq, bu da 2,5-dir. İkisi bir yerdə eləyəcək 5. 2 məsafədə mənfiyə baxırıq. Ancaq müsbət halına baxırıq. O da elədir 5. 23-cü sual. 23-cü sual 22-ci cavabını qruqlamadıq. 5. 23-cü sual. Bizə deyir ki, çevrənin diametrini tapın. Çevrənin diametri D bərabərdir 2R. Demək ki, bizə radius lazımdır. Radiusda dedik ki, çevrənin sağında, bax, tənliyin sağındadır. Yəni, R kvadratının yerində 49 dayanıbsa, radiusumuz 7-dir. Onda diametrimiz də 2 vur 7 bərabərdir 14. Cavabımız olur Y variantı. 24-də. Bu nöqtələrdən neçəsi absis oxundan aşağıda yerləşir? Birinci bu sualı başa düşək ki, nə deməkdir? Absis oxu X oxudur uşaqlar. Sual nömrə 24. Absis oxu X oxudur. X oxundan aşağıda. Aşağıda da, yəni bu hissələrdə yerləşmək deməkdir. Burada da yerləşən bütün nöqtələrin y-ləri mənfi olacaq. Yəni x-ları dəyişkən ola bilər, müsbət də ola bilər, mənfi də ola bilər. Amma y-i mənfidir. Bizə lazımdır ki, y-i mənfi olanları seçək. Y-i mənfi olan M nöqtəsi, baxın y-i mənfi 4-dür. Burada N nöqtəsi, çünki y-i mənfi 2-dir. Burada mənfi 4-dür. Və K nöqtəsi, çünki bunun da y-i mənfidir.
Digərlərini götürə bilmirik, çünki y-ləri 10, bir də 2-dir, onlar da müsbətdirlər. Demək 3-ü, neçəsi demişdi bizə 3-ü. 25-də isə deyir, neçəsi absis oxundan yuxarıda yerləşir. Yuxarıdayamsa, onda y-ləri nə olmalıdır? Müsbət olmalıdır. Y müsbət olan M nöqtəsi, çünki 4 müsbətdir. N nöqtəsi, çünki y müsbətdir. Bir də P nöqtəsi, çünki y müsbətdir. 3 dənə yenə nöqtəmiz var. C variantı. 26-cı sual. 26-cı sual çox rahat sualdır. Deyir, koordinat müstəvisində absis oxunan, paralel olan, yəni bu söhbət bu düz xəttdən gedir. Baxın, bu düz xəttdən. Bu düz xətt x oxuna görürsünüz, paraleldir. Və B nöqtəsindən keçən düz xəttin tənliyi hansıdır? Deməli, biz özümüzə birinci sual veririk ki, bu düz xətt hansı oxu kəsib? Bu düz xətt gördüyümüz kimi gəlib y oxunu kəsib. Deməli, y oxunu kəsibsə, bunun y-i var. Bəs neçədir? Gəlir mötərizədə baxır. Y-imiz neçədir? -4. Və salam, cavabımız hazırdır. Y -4. 27-də də həmçinin gəlirik, baxırıq bu düz xətt hansı oxu kəsib? Y oxunu. Yenə yazırıq. Y bərabərdir. Harada kəsib? Y neçədir baxaq? 4. Demək, Y 4 olmalıdır. Cavab oldu A variantı. 28-ci sual. Bu tənliklə verilmiş çevrənin mərkəzinin koordinatlarını tapın. Şöyle, mərkəzi nöqtənin koordinatlarını tapanda bu mötərizədəki ədədlərin əksini götürməliyik. Yəni, müsbət 3-dürsə, -3, -4-dürsə, müsbət 4. Bir də deyirəm, müsbət 3-dürsə, -3, -4-dürsə, müsbət 4. Çevrənin mərkəzinin koordinatları bu cür tapılır. -3 ilə 4, D variantı. Həmçinin 29-da yenə mərkəzi koordinat istəyir. -2-yəmsə, müsbət 2, 3-dürsə, -3. 2 ilə -3 cavabı B variantıdır. X-in hansı qiymətlərində bu nöqtələr arasındakı məsafə 1-ə bərabərdir? İndi isə bu məsələni işləyək. Məsafə 1 deyirsə, yadıma tutalım, məsafənin qaydası necə idi? Məsafənin tapılması. Kökün altında birinci x-ləri çıxıb kvadrata yüksəldirdi, topla, sonra y-ləri çıxıb kvadrata yüksəldirdi. Yəni, birinci x-dan çıxacam 0-ı, yüksəldəcəm kvadrata. Sonra da 1-dən çıxacam 1-i, yüksəldəcəm kvadrata. Həmin bu məsafə bizdə 1-ə bərabərdir. İndi kökün altında x-dan 0 heç nəyə dəyişmir, x edir. Onun da kvadratı x kvadrat. 1-dən də 1 çıxanda 0 verir. Bu bərabərdir 1-ə. Bu da uşaqlar. Deməli, istəsək hər iki tərəfi kvadrata yüksəldək ki, kökü azad eləyək. Ya da biz demişik ki, köklə kvadrat onsuz da ixtisar gedir. Amma ifadə modulun içində çıxır. Modulu 1 olan ədədin də cavabı ya müsbət 1-dir, ya da -1-dir. Yəni, müsbət 1-də qoysaq 1 çıxar, -1-də qoysaq 1 çıxar. Cavabımız olur A variantı. 31-ci sual. Yenə aradakı məsafəni 1 verib. Biz yenə kökün altında birinci bizdə -1-dən çıxırıq -1-i. Burada diqqətli olun. -1 çıx, bu da -1-dir. İkisi də mənfidir. -1-dən çıxırıq -1-in kvadratı. Üstə gəl, y çıx 0-ın kvadratı bərabərdir 1-ə. İndi burada kökün altında -1, bu mənfi ilə mənfi toqquşur, müsbət verir. Yəni, -1 ilə müsbət 1 topanda 0. Bu 0-dır. Qalır y çıx 0-ın kvadratı, yəni y-in kvadratı qalır. O da bərabərdir 1. İndi bunu bu səfər bu bir üsulla işləyək. Hər iki tərəfi kvadrata yüksəldək. Kvadratla kök gedir. Qalır y kvadratı bərabərdir 1. Kvadratdan da 2-dən kök çıxır. Müsbət 1, bir də -1. Ancaq cavabımız müsbət 1, -1, C variantı. 32-ci sualda uzları bu olan parçanın orta nöqtəsinin koordinatlarını tapın. Orta nöqtəni dili tapmaq üçün yenə təkrar yazırıq. -4 üstəgəl 8 x-ları 1 toplayıb 2-yə bölürük.
Y-ləri də 1 toplayıb 2-yə bölürük. Mənfi 10 2-yə böldük, mənfi 5. Demək, koordinatlarımız oldu 2 ilə mənfi 5. Cavab Y variantı. 33-də M nöqtəsi bu N və K ucları M və K olan parçanın ortasıdır. K nöqtəsinin koordinatlarını tapın. Demək ki, M nöqtəsi orta nöqtədir. M-i ortada yazmalıyıq. Yəni, yerlərini yazanda diqqətli olun. Yəni, nə verildi? Elə toplayıb 2-yə bölməkdən ibarət deyil bu. Kənardakiləri həmişə toplayıb 2-yə bölürük. 4 ilə x-i toplayıb 2-yə böləndə bu ortadakı 1 almalıyıq. 4 üstə gəl x də bərabər. 2-ni 1-ə vurdıq 2. X də bərabər 2-dən 4-ü sağ atanda işarəsi dəyişir, çıx 4 olur. Olur mənfi 2. Eyni ilə y üçün yazaq. 7 üstə gəl y böl 2 bərabərdir 4. 7 üstə gəl y bərabər. 2-ni 4-ə vurdıq 8. Y bərabərdir. 8-dən 7 çıxdıq 1. Oldu koordinatlarımız mənfi 2 ilə 1. C variantı. 34-də y bərabərdir 0 olduqda x, y nöqtələri koordinat müstəvisində harada yerləşir? Deməli, uşaqlar, biz nə vaxt y 0 olur? Düz xət x oxunu kəsəndə. Deməli, hər dəfə x oxunu kəsirəmsə və hər dəfə y sıfırlanırsa, deməli, mən x-i kəsdiyimə görə hər dəfə nəyin üzərində oluram? X-in üzərində oluram. X apsisoxol olduğuna görə, demək ki, mənim nöqtəm də apsisoxunun üzərindədir ki, y-ni sıfıra çevirib. 35. Mərkəzi koordinat başlanğıcında olan və bu nöqtədən keçən çevrilənin tənliyi hansıdır? Mərkəzi koordinat başlanğıcındadırsa, bunu belə təsəvvür etmək olar. Baxın. Mərkəz buradadır. Yəni 0, 0-dadır. Və 3, 4 nöqtəsindən keçən. 1, 2, 3, 1, 2, 3, 4. Bu nöqtədən keçən bir dənə çevrə var. Uşaqlar, belə bir şeydir. Mərkəzimiz də buradadır, deyək ki. İndi biz bu bizədəki çevrənin tənliyi tapın. Çevrənin tənliyi də demişik ki, əgər mərkəzdən keçirsə, baxın, əslində tənliyimiz belə olmalıdır. X çıx A-nın kvadratı, Y çıx B-nin kvadratı bərabərdir R-in kvadratı. Düzdür? Mərkəz 0, 0-dırsa, yəni A-mız, B-miz 0, 0-dırsa, onda qalır əlimizdə x kvadratdan y kvadrat. Yəni, bilin ki, bundan sonra koordinat başlanğıcından keçəndə sol tərəfimiz bu şəkildə olacaq. Qaldı bir dənə radius tapmaq. Radius tapmaq üçün də biz mərkəzlə həmin o dediyi 3-4 nöqtəsi ki var, bu nöqtəni birləşdirməliyik. Bu da bizə radiusu verir. Və iki nöqtə arasındakı məsafə düsturuna görə kökün altında 3-ün kvadratı ilə 4-ün kvadratını toplayarıq. Bu da bizə verər kök altında 25, o da bizə verər 5. Yəni, radiusumuz 5-dirsə, gətirib radiusu yerinə qoysaq, burada olar 5-in kvadratı, yəni 25. Yəni, bundan sonra bu tip misal işləyəndə, hansı ki, mərkəz koordinat başlanğıcındadır və keçdiyi nöqtəni verib, elə 3 ilə 4-ün kvadratlarını toplayırıq. Yəni, deyirəm, 3 ilə 4-ün kvadratlarını toplayanda 9 ilə 16 bizə verir 25. Cavabımız olur D. 36-cı sual. Çevrənin mərkəzinin koordinatlarını istəyir. Mərkəz üçün əksinə götürməliyik. Mənfi 4-dirsə olacaq müsbət 4. Müsbət 2-dirsə olacaq mənfi 2. 4 ilə mənfi 2. Cavabımız oldu B variantı. Nöqtələr arasındakı məsafəni istəyir. Məsafəni tapanda yenə kök altıya müraciət edirik. Kökün altında x-ları çıxaq birinci. 3 çıx mənfi 3-ün kvadratı üstə gəl 6-dan mənfi 2-də çıxa bilərik. Bayaq dedim, 6 çıx mənfi 2-nin kvadratı. Mənfi ilə mənfi toqquşur, toplama olur. 3 ilə 3 toplayanda 6, 6-nın kvadratı üstə gəl. Yəni, mənfi ilə mənfi toqquşur, müsbətləşir. 6 ilə 2 topanda 8-in kvadratı. O da bizə verəcək 36, üstə gəl 64. Cavab eləyir 100. Oradan da çıxır 10.
nöqtələr arasındakı məsafə 10-dur. 38. Düz xəttə paralel dedik. Paralel olmaq üçün uşaqlar K-lar eyni olmalıdır. Yəni K-larımız X-in qabağında duran ifadəmiz eyni olmalıdır. K da X-in qabağında durursa, bura -3-dürsə, X-in qabağı -3 olan cavab D-də olduğuna görə cavabımız olur D variantı. 39-da perpendikulyar olan deyir. Perpendikulyar olanda qayda belədir. K1 vur K2, yəni bucaq əmsallarının hasili -1 verməlidir. Onda bizim burada baxırıq, bucaq əmsalımız neçədir? -2-də 1. Yəni mən -2-də 1-i digər K2-yə vuranda -1 almalıyam. Onda K2-ni tapmaq üçün də -1-i vururam. Əslində bölməliyəm. Baxın, qoyacaq belə bölürük. -2-də 1-i. Mənfini mənfiyə böləndə müsbət. 1-i də vururuq. 2-də 1-in tərsi 1-də 2-yə. Cavab olur 2. Cavabımız oldu 2. Amma ümumiyyətlə test tapmağın yolu da odur ki, uşaqlar. X-in qabağında -2-də 1 görür. Düzdür? Demək ki, -1 almaq üçün biz həm mənfinin əksini götürməliyik. Yəni mənfidirsə müsbət olur və 2-də 1 isə həmin ədədin tərsini yazmalıyıq. Müsbət 2. Cavabımız hazırdır. Baxın 40-cı sualı indi şifahi ilə işləyək. K-mız nədir bizim? -4. Perpendikulyar deyirsə bildik ki, hasil -1 olmalıdır. Demək, hasil mənfi olması üçün digər ədədimiz müsbət olmalıdır. Yəni əksi olmalıdır. Yazırıq müsbət və 4-sə də 4-ün tərsi nədir? 4-də 1. Cavabımız olur 0,25 Y variantı. 41-ci sual. Koordinat başlanğıcından keçən, əsas bu sözə fikir veririk və bu düz xəttə paralel olan, bir də bu sözə fikir veririk. Paralel isə K-ları eyni olmalıdır. Yəni X-in qabağında 5 isə, X-in qabağında 5 olan cavabları axtarırıq. Y-də var, bir də A-da var. Və koordinat başlanğıcından keçirsə, koordinat başlanğıcının koordinatları 0, 0-dır. Yəni X-a 0 verəndə Y-də 0 alınmalıdır. O da Y variantıdır ki, 5-i 0-a vursam, Y-ni alacam 0. 42-ci. 42 bayaqki 35-ci suala oxşuyur. Baxın, 35-ci sualla eynidir. Mərkəzi koordinat başlanğıcında olan və 2-6 nöqtəsindən keçən. Onda biz 2 ilə kvadratı ilə 6-nın kvadratını toplamalıyıq. 4 ilə 36-nı toplasaq, cavab olar 40. C variantı. 43-cü sual. N nöqtəsinin koordinatlarını təyin edin. N nöqtəsinin koordinatlarını təyin etmək üçün birinci, deməli, koordinatları tapanda birinci uşaqlar X oxuna doğru yönəlirik. Baxaq görə bunun X-i neçədir? Koordinat başlanğıcından sayırıq. 1, 2, 3. Deməli, solda yerləşdiyimə görə X-im olacaq -3. Sonra Y oxuna yönəlirik. Y oxuna doğru gəldikcə baxırıq ki, koordinat başlanğıcından 1, 2, 3 dama düşüb aşağı və Y oxunun aşağı hissəsi olduğuna görə bu da mənfidir. Deməli, X-i -3, Y-i -3 olan D variantı. 44-ə baxaq. M nöqtəsinin, yenə birinci həmişə X oxuna yönəlirik. X oxumuz, baxaq, koordinat başlanğıcından 1, 2, 3. Solda olduğuma görə -3. Sonra M-dən Y oxuna yönəlirik. Baxırıq ki, koordinat başlanğıcından 1, 2 dama getdik və yuxarıda olduğuma görə müsbət 2. -3, müsbət 2, A variantı. 45. Absisi mənfi, ordinatı müsbət. Demək, 45-ci sual. Biz bilirik ki, absisi mənfi, yəni X-i mənfi solda olur. Ordinatı müsbət, yəni Y-i müsbətsə yuxarıda olur. İkisinin kəsişdiyi yer düşür ikinci cübə. 46-cı sualda absisi müsbət, yəni X-i biz müsbət sağdan götürürük. Ordinatı isə mənfi, yəni Y-i mənfi yerdən. İkisinin kəsişdiyi yer düşür 4-cü cübə. C variantı olur. 47-ci sualda sözlərin çox olması biraz qəribə görsən, amma diqqətlə hansı sözlərə fikir verməliyik. Deməli, Y bərabərdir KX plus B düz xəttinin bucaq əmsalı müsbət olarsa, birinci bu sözə fikir veririk. Bucaq əmsalı müsbətdirsə, deməli 47-də K-sı müsbətdirsə, demişdik ki, X oxu ilə iti bucaq əmələ gətirir.
Deməli, düz xəttin apsis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaq. Həmin bucaq bildik ki, iti bucaq əmələ gətirir. Həmin bucağın ala biləcəyi ən böyük qiymət. Yəni, iti bucağın da ən böyük qiyməti bizdə 89 dərəcədir. Ən kiçiyini soruşsaydılar, uşaqlar kənarda yazaq. Ən kiçiyini soruşsa 1 dərəcə deyərdik. Bu əlavədir. İndi ən böyüyünü soruşuna görə 89. 48-də isə fikir verin, bucaq əmsalı mənfi olarsa. Bunu da bilək ki, K-mız mənfi olanda kör bucaq əmələ gətirir. Yəni, şəkillərini də burada göstərək. Müsbət olanda iti bucaq, mənfi olanda kör bucaq əmələ gətiririk. X oxunun müsbət istiqaməti də saat əqrəbin əksi deməkdir. Yəni, saat əqrəbin əksi istiqamətdə açılanda, bax belə. Mən iti və kör bucaq əmələ gətirmiş oluram. K-mız mənfi olanda kör bucaq olur və deyir, həmin bucağın ala biləcəyi ən kiçik tam qiyməti. Kör bucağın da ən kiçik qiyməti 90-ı aşmalıdır, yəni 91 dərəcə olur. Ən böyüyünü soruşsaydı, kənarda yazaq, ən böyük kör bucağı soruşsaydı, olacaq da 179, yəni 180-dan kiçik olardı. Bu əlavədir. Sonra 49-cu suala baxırıq. Bu nöqtə koordinat başlanğıcı ilə üst-üstə düşür. Yəni, koordinat başlanğıcının üstündədirsə, onda bunlar hər ikisi nə olmalıdır? 0 olmalıdır. Onda biz belə yazırıq ki, 49-da m kvadratı çıx 4 bərabərdir 0. Həmçində m çıx 2 bərabərdir 0. Buradan m-i 2 tapırıq. Burada isə m kvadratı 4-dürsə, m də bərabərdir plus minus 2. Və hər ikisinin ortaq olan cavabı götürməliyik. Ortaq olan cavabımız da 2-dir. Cavab olur D variantı. 50-ci sualda hansı sözə fikir veririk? Yəni, əsas bu sözlərdir uşaqlar. Baxın ki, açar sözlər haradadır. M-in hansı qiymətinə? Bu heç, yəni bilir ki, M istəyir bizdən. Bu düz xətlə, bu düz xət paraleldir. Əsas paralel sözünə baxırıq. Paraleldirsə, K-ları eyni olmalıdır. K-da X-in qabağında durandır. Yəni, M çıx 3 ilə 7 çıx M bir-birinə bərabər olmalıdır. M çıx 3 ilə 7 çıx M bərabər olmalıdır. Mənfi M-i sola atsaq, M üstəgə M olar. Mənfi 3 sağa atsaq, 7 üstəgə 3 olar. Burada olacaq 2M bərabərdir 10. M də bərabərdir 5. Deməli, M-in 5 qiymətində bunlar paralel olar. 51-ci sual. Baxaq, nə istəyir? M-AB nöqtəsi ikinci rübdə yerləşir. Gəlin, baxaq, ikinci rüb nə deməkdir? İkinci rüb buradadır. Yəni, X-i mənfidir, Y isə müsbətdir. Birinci koordinatı mənfidir, ikinci koordinatı müsbət. Gələk burada üstün yazaq. Mənfi, müsbət. Və bizə deyib, bəs bu nöqtənin N nöqtəsinin koordinat sistemində yerini müəyyən edin. Yəni, neçənci rübdə yerləşir? Əvvəla burada yazıq ki, N, A kvadratı B, bir də yazılıb ki, A, B kvadratı, düzdür. Bildik ki, A-mız müsbətdir, B-miz mənfi. Müsbət, mənfi. Müsbətin kvadratı müsbət verir, vururuq mənfiyə. Nəticə olaraq mənfi verir. Burada da yenə müsbət yazırıq, amma mənfinin kvadratıdır deyə. Mənfinin kvadratı da müsbət verir, olur müsbət. Mənfi, müsbət. Nəticəmiz oldu mənfi, müsbət. Baxaq görək, X-i mənfi, yəni soldadır. Y-i də müsbət. Gəldi, düşdü ikinci rübə. Deməli, nöqtə öz ikinci rübdədir. Yerinə qoyanda, bir dəqiqə burada mən səhvə yol verdim. A mənfi idi, B müsbət idi. Mən necə oldu səhv elədim? Burada bir saniyə uşaqlar düzəliş eləyək. Deməli, A mənfi idi, B müsbət, A mənfi, B müsbət. Mənfinin kvadratı bizə verir müsbət. Müsbəti müsbətə vurduq, müsbət. A mənfidir, müsbətin də kvadratı onsa müsbət verir, vuran da mənfi. Deməli, birinci koordinatımız müsbət oldu, ikinci mənfi oldu. Birinci koordinatımız X-i müsbətdir, Y-i də mənfidir. Onda ikisinin kəşdiyi yer düşür 4-cü rübə. Cavabımız olacaq A variantı.
52-ci sualda bunun eynisidir. Baxaq. 4-cü rübdə yerləşirəm. 1-ci rübəmə görə işarəni təyin edirəm. 4-cü rübdəyəm. X-i müsbət yerdədir. Y isə mənfi yerdədir. Yəni, birinci işarəmiz müsbət, ikinci mənfidir. Müsbət, mənfi. İndi bizə deyir ki, n a kvadratı b, a b kvadratı. Yəni, bizə deyir ki, bunun harada olduğunu təyin eləməliyik. A-nı müsbət tapmışıq, b-ni mənfi, A-nı müsbət, b-ni mənfi. Müsbətin kvadratı 10-sa müsbətdir, vuracam mənfiyə, nəticə olacaq mənfi. Müsbət vurulsun, mənfinin kvadratıdır. O da müsbət verir, vuranda müsbət. İşarələrimiz oldu, mənfi, müsbət. X-i mənfi yerdən götürürük. Y isə müsbət yerdən. İkisinin kəsişdiyi yer ikinci rüb. Y variantı. 53. Bu nöqtələrdən keçən düz xəttin tənliyini yazmalıyıq. Deməli, bizə 2 nöqtə verilib uşaqlar. 2 nöqtədən keçən düz xəttin tənliyini qeyd edək. Demək, belə yazırıq. Y çıx, Y1, Y2 çıx, Y1. X çıx, X1, X2 çıx, X1. Bu tənlik nəyin tənliyidir? 2 nöqtədən, yəni bizə 2 nöqtə verilməlidir. 2 nöqtədən keçən düz xəttin tənliyi. İndi yerinə qoyaq. Yazıraq Y minus Y1-imiz 1-dir. Y, burada istəyirsiniz üstündə qeyd edeyim belə. Sizi belə deyək ki, çaşdırmasın. Yazırıq belə. X1 göylə göstərəyək. X1, Y1, burada isə X2, Y2. Yerinə qoyanda, yəni adam bəzən qarışdırır, ona görə bu şəkildə yazmağımız məsləhətdir. Y-dən çıxdım 1-i, yəni Y1-mi, indi Y2-dən, yəni 3-dən çıxmalıyam 1-i. Burada X-dan çıxıram X1-i, yəni 1-i, X2-dən, yəni 2-dən çıxıram 1-i. Olur belə, Y çıx 1 bölünsün, 3-dən 1 çıxanda 2. X çıx 1, 2-dən 1 çıxanda 1. Sonra çarpaz vururuq. 1-i Y çıx 1-ə vursaq, Y çıx 1, 2-ni X çıx 1-ə vursaq, 2X çıx 2. Və burada Y2 yazırıq ki, Y bərabərdir, 2X çıx 2. Bu mənfi 1-də sağa atan da uşaqlar müsbətləşir. Və nəticə belə olur. Y bərabərdir, 2X çıxılsın. Mənfi 2 yəndə 1 bizə mənfi 1 verir. Cavabımız olur 2X çıxılsın 1, Y variantı. 54 də eyni bunun kimi misaldır. Onu da deyim ki, 53 tipli misal, bu cür qapalı sual düşsə, digər yolda uşaqlar nöqtələri yerinə qoymaqdır. Məsələn, A nöqtəsini qoyuruq, 1 qoyanda 1 almalıyıq. Y variantında həqiqətən də 1 qoyanda 2 vur 1, 2, çıxdım 1-i 1. 2 ilə 3-ü də qoyanda, X-a 2 verəndə, 2 vur 2, 4, çıxdım 1-i 3. Yəni, həmin 3 ala bilirəm. Yəni, qapalı sual olsa, tənlik qurmasaz da olar. Yerinə qoyub yoxlamaq da olar. İndi burada yenə üstlərinə yazaq. X1, Y1, X2, Y2. Yazıram. Y çıx 1, 4 çıx 1. X çıx 1, 2 çıx 1. Y çıx 1 bölü 3 bərabər X çıx 1 bölü 1. Çarpaz vursaq, Y çıx 1 bərabərdir 3X çıx 3. Y də bərabərdir 3X çıx 3 üstə gəlir. Mənfi 1 sağa atdıq. Y də bərabərdir 3X çıx 2 olur. 3X çıx 2 cavab oldu D variantı. 55-ci sualda mərkəzi 3-10 nöqtəsində olan çevrə çəkək. Mərkəzi 3-10-da olan və 3-8 nöqtəsindən keçən. Keçən deyəndə hər hansısa bir nöqtəsini götürürsünüz. Çünki buradan gəlib keçir danışırsınızlar. Və bu çevrənin tənliyini istəyir. Çevrənin tənliyi üçün bizə həmişə lazımdır uşaqlar. Mərkəzi nöqtə, mərkəzi nöqtəmiz 3-10-dur. Bir də bizə lazımdır radius. Radius tapmaq üçün də bu iki nöqtə arasındakı məsafəni tapmalıyıq. Kökün altında
3 çıx 3'ün kvadratı üstə gəl 10 çıx 8'in kvadratı. 3'dən 3 çıxdıq 0, 10'dan 8 çıxdıq 2, 2'nin də kvadratı 4. 4'dən elə yenə 2 çıxır. Və gətirib tənliyimizi yazırıq. X minus 3'ün kvadratı, y minus 10'un kvadratı bərabərdir 2'nin kvadratı, yəni 4'ə. Tənliyi bir də buradan yazıram. X çıx a''nın kvadratı üstə gəl y çıx b'nin kvadratı, o da bərabərdir l'in kvadratına. Bu çevrənin tənliyidir. Bu 3 ilə 10 da həmin a''la b'nin koordinatlarıdır. 56'ın burada cavabımız oldu demək A variantı. 56'cı sualda parçanın orta nöqtəsinin koordinatlarını istəyir. Orta nöqtə dedik, toplayıb 2'yə bölməkdir. Baxaq. 3 ilə -3'ü toplayıb 2'yə bölürük. 0 bölü 2 0. Yəni x'imiz 0'dır. Y də tapaq. 5 üstə gəl -7 bölü 2. 5 ilə -7'ni topladıq. -2 bölü 2. O da elədi -1. Koordinatlarımız 0, -1. O da oldu D variantı. 57. Diametrin uc nöqtələrin koordinatları budur. Mərkəzinin koordinatlarını tapın. Diametr veribsə, deməli, mərkəzi istəyirsə, artıq bu orta nöqtə deməkdir. Yəni biz orta nöqtəni tapmaq üçün toplayıb 2'yə bölürük. Yəni bəzən demir orta nöqtə, siz özünüz təyin etməlisiniz ki, çevrənin mərkəzi ilə ortası deməkdir. Onda bura x, y yazaq. X bərabərdir. -2 ilə 6'nı toplayıb 2'yə bölsək, 4 bölü 2, 2. Y üçün də 2 ilə -6'nı toplayıb 2'yə bölsək, -4 bölü 2, -2. 2 ilə -2. 2, -2. 2, -2, C variantı. 58. Diametrin uc nöqtələrinin A və B olan çevrənin, yəni də mərkəzini istəyirsəm, şəkil çəkmirəm, bir dəfəlik. 5 üstə gəl, -3 bölü 2 bərabərdir 2 bölü 2, 1. Və y-ni tapmaq üçün yenə də 10 üstə gəl, -4 bölü 2, 6 bölü 2 bərabərdir 3. Cavabımız oldu 1, 3. A variantı. 59. Bu nöqtələrdən keçən düz xəttin tənliyini göstərin. Yenə də yerinə qoyub yoxlamaq da olar. Ya da tənliyimizi izah elədik. Belə yazırıq. Y çıx üstünə qeyd eləyək. X1, Y1, X2, Y2. Düsturumuzu təkrar yazıram, ya da düşsün. Y çıx Y1, Y2 çıx Y1. Fikir verin, hər dəfə Y1 çıxırıq. Yenə də bir dəfə X-dan X1 çıxırıq. Bir dəfə də X2-dən yenə X1 çıxırıq. Yerinə qoyaq. Y çıx 0 bölünsün 5 çıx 0. X çıx 1 0 çıx 1. Y bölünsün 5 bərabərdir. X çıx 1 bölünsün -1. Çarpaz vursaq -y bərabərdir 5x çıx 5. Bu -y-də baxırıq ki, nəticələrə, cavablara da fikir verin ki, cavablarda 0 var. 0 varsa o deməkdir ki, hər tənliyin bütün tərəflərini ya sağa yığıblar, ya sola. Burada da baxıram ki, 5x ilə 5'ə aid olan B variantında elə bir cavab var. 5x çıx 5 qalıbsa, -y sağa atırıq. 5x çıx 5 üstə gəl y bərabərdir 0. Belə bir cavab da B-də var. Eyni ilə də 60'da. Y çıx üstünə yazaq x1, y1, x2, y2. Y çıx y1, y2 çıx y1, x çıx x1, x2 çıx x1. Oldu y çıx 6 bölü 3 bərabərdir. Yuxarıda mənfiyə dəyir, x üstə gəl 2. Aşağıda 4 üstə gəl 2 olur. Yəni x üstə gəl 2 bölünsün 6 olur. Bunu da çarpaz vursaq, demək
6 vurulsun y çıx 6 bərabər 3 vur x üstə gəl 2. 3-dən 6-nı ixtisarləyə 2. 2-ni vursaq 2y çıx 12 bərabər x üstə gəl 2. Burada da 2y ilə x aid. Belə eləyək. Tutaq ki, bilmirik də hansıdır. Ataq sağa 2y çıx 12 çıx x çıx 2 bərabərdir 0-a. Onda olur 2y çıx x çıx 14 bərabərdir 0. Belə bir mənfi 14-dən cavabımız olmadığına görə hər tərəfi mənfi 1-ə vururuq. Olur onda mənfi 2y üstəgə x üstəgə 14 bərabərdir 0. Yəni y-i mənfi olan, x-i müsbət olan o da C variantındadır.